Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah əmmə ba'd. Allah hamımızın orucunu qəbul eləsin, namazını qəbul eləsin, dualarını qəbul eləsin. Uca Allah'tan diləyirəm, bütün oruç tutanların Allah orucunu qəbul eləsin. Allah hamımız dində, imanda sabit eləsin. Əziyyətdə olan, zülümdə olan müsəlman bacı və qardaşlarımıza Allah hər yerdə yardım eləsin. Gazze'də, Filistində, Yəməndə, Suriyada, dünyanın hər yerində Rabbim uca olan, qadir olan Allah hər zaman məzlumların yanında olsun. Allah Teala müsəlmanların qadınlarının, uşaqlarının qanını hifz eyləsin. Allah Azze ve Celle ümməti imana, dinə qaytarsın, izzətə qaytarsın. Qardaşlar, yaşadığımız zaman çox çətin bir zamandır. İmanı qorumaq, ixlası qorumaq, elmi qorumaq, mərdliyi, kişiliyi qorumaq çox çətin olan bir zamandır. Mücadilə gərəkir sabit qalmaq üçün. Mücadilə gərəkir sabit qalmaq üçün. Əziyyət çəkmək gərəkir sabit qalmaq üçün. Dirənmək lazımdır və səbirli olmaq lazımdır mücadilə etmək üçün. Əksi təqdirdə başarılı olmaq bu həyatda mümkün deyil. Baxın, keçmiş dönəmdə sahabələr xeyr əməllərdə yarışırlardı. Nə edirlərdi? Yarışırlardı. Xeyr əməllərdə yarışırlardı. Pis əməllər olanları nəsiyyət edirlərdi, düşdükləri yanlışlıqlardan çıxardırlardı. Bir-birlərinə əl uzatırlardı, bir-birlərini nəsiyyət edirlərdi, bir-birlərinin yanlışlarını örtürlərdi, düzəldirlərdi. Amma bugün yarış nədədir? Bir çox yerlərdə, bəzi müsəlmanlarda bir-birlərinin eyblərini açmaqda, bir-birlərinin eyblərini axtarmaqda, ortaya tökməkdə, rəzil və rüsvay eləməkdə, birinin ayağı sürkəndə ona sevinməkdə yarışırlar bəziləri. Amma gerçək iman bunu gərəkdirməz. Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün sahabələrə deyir ki, bir ordu düzəltmək lazımdır. Küfr əhli yığılıb müsəlmanları gəlirlər məhv eləməyə. Müsəlmanlar da onların qarşısını almalıdır. Bunun üçün ordu lazımdır. Orduya nə lazımdır? At lazımdır, dəvə lazımdır, silah lazımdır, əskərə yemək lazımdır. Mədinədə, qardaşlar, Mədinə bizim Qafqaza bənzəməz, Gürcüstana bənzəməz. Orada ağaçlar var, burada sular var, orada meyvələr var. Mədinə bildiyiniz quru səhradır. Su qıtlığı var, yemək qıtlığı var, hər şeydə qıtlıq var. Belə bir dönəmdə müsəlmanların orduya ehtiyacı var idi onları qorumağa. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, gəlin yardımlaşaq, bir ordu quraq. Bütün sahabələr namazdan sonra gedirlər evlərinə. Hər kəs düşünür, mənim evimdə bir çörək var. O birisinin evində bir meşək xurma var. Bunun evində 100 qram qızıl var. Onun evində dəmir var. Bunun evində bu var. Hər adam nəyi verə biləcəyini düşünür. Ki biz müsəlmanları qorumaq üçün, himayə eləmək üçün əskər, yəni ordu toplamamız lazımdır. Yəni Rasulullah sallallahu aleyhi ve sellemə dəstək verməmiz lazımdır. O gün Ömər ibn Xattab radiyallahu anh siz nə deyir? Ömər ibn Xattab radiyallahu anh deyir ki, İslam'a gəldiyim gündən bu günə qədər bütün Abu Bakr radiyallahu anh ilə yarışmışam onu keçməkdə. Heç bir zaman Abu Bakr radiyallahu anh keçə bilməmişəm. Mən gecə misal üçün 100 rəkat namaz qılmışam, görmüşəm Abu Bakr radiyallahu anh 150 qılıb. Mən Rasulullah sallallahu aleyhi ve sellemlə gündə 10 saat vaxt keçirmişəm, görmüşəm Abu Bakr radiyallahu anh 15 saat keçirib. Mən 10 manat zəkat, sədəqə vermişəm, görmüşəm ki, 20 verib Abu Bakr radiyallahu anhu. Nə etmişəmsə, hamısını da görmüşəm, Abu Bakr radiyallahu anh məni ötür. Ömər ibn Xattab radiyallahu anh deyir ki, mən o gün dedim ki, bugün o gündür. Madəm ki, Rasulullah sallallahu aleyhi ve sellem yardım istədi və mən bugün Abu Bakr radiyallahu anhu keçəcəm. Gedir evinə, bütün mülkünü gətirir, toplayır. Hamısının ortasından biri sənin, biri mənim, biri sənin, biri mənim. Bölür ortasından aparır, deyir, ya Resulallah, bunlar sənin üçün. Kimə vermək istəyirsən, ordunu necə qurmaq istəyirsən, bu mal, bu mülk, nəyin var, yarısını gətirdim, sən ümmətin ehtiyacı olan şeyləri sərf elə. Peyğəmbər sallallahu aleyhi ve sellem sevinir. Elhamdülillah deyir. Sahabələrin zövcələri, qadınlar, kişilər, kimin əlində nə var gətirir, o gün İslamın bu dəstəyə ehtiyacı var idi. Ömər ibn Xattab radiyallahu anh bir tərəfdən də nəyi düşünür? Abu Bakr radiyallahu anh görəsən nə verdi? Bir də baxır ki, Abu Bakr radiyallahu anhu
ondan tez gəlib verib. Soruşur ki, ya Rasulallah, Abu Bakr radiyallahu anh neynədi? Deyir, Abu Bakr radiyallahu anh mülkünün hamısını verdi. Və belə başını, əlini qoyur. Deyir, yenə olmadı. Və zaman keçir, Rasulullah s.ə.v vəfat edir. Yerinə kim keçir, qardaşlar? Abu Bakr radiyallahu anh. Ömər ibn Xattab radiyallahu anh deyir ki, savaş deyil, yarış bitmədi. Yenə axıra kimsəndən yarışacağım, bir gün xeyr əməldə mən səni ötəcəm, mən səni üstələyəcəm. Harada deyir bunu? Ürəyində. Fikir verir ki, Abu Bakr radiyallahu anh sabah namazını qılır, məsciddə imamdır, xəlifədir. Sabah namazını qıldıqdan sonra zikirləri eləyir, sonra sakitcə insanların görmədiyi bir şəkildə məsciddən çıxır və Mədinənin bir qırağına gedir, bir küçəsinə gedir, insanların az olduğu bir yerə və gedir bir daxmanın içinə girir, 10 dəqiqə, 15 dəqiqə, bir müddət daxmanın içində vaxt keçirir, sonra başqa yerdən fırlanır, evinə gəlir. Bir gün, 2 gün, 3 gün, bir həftə, 10 gün, hər gün bunu davam edir. Dəhşətə gəlir ki, subhanallah. Yəni, adətən nə edirlərdi, qardaşlar? Nə edirik? Yəni, salihlər nələr edirlər? Sabah namazını qılırlar, təsbihlərini edirlər, səhər axşam zikirlərini edirlər, məsciddə otururlar, duha namazını qılmağa çalışırlar. Və bu arada, o vaxtlar sahabələr bununla məşğul olarkən, Abu Bakr radiyallahu anh da bayaq dediyim işi görür. Ömər ibn Xattab radiyallahu anhu takip edir Abu Bakr radiyallahu anhu. Abu Bakr radiyallahu anh gedir, girir, bir müddətdən sonra çıxır, gedir və sonra arxası ilə o da girir. İçəri girəndə görür ki, bir yaşlı qadın var, gözləri də kördür. Çox həyəcana qapılır. Axı, bu kimdir ki, İslam ümmətinin lideri, İslam ümmətinin lideri, xəlifə, hər gün bu qoca qadının yanına gəlir və o qadın kördür. İçəri girir, soruşur ki, sən kimsən? Deyir, mən heç nə. Heç kiməm, mən yaşlı və kör bir qadınam. Deyir, bəs o yanına gələn adam kimdir? Deyir, vallahi tanımıram kimdir. Deyir, bəs gəlib nə edir? Deyir, gəlir mənim çadırımı silir, təmizləyir. Və mənə yemək gətirir. Məni yedizdirir, içizdirir. Ehtiyacım olan hər şey görür. Sonra da çıxıb nə edir? Çıxıb gedir. Ömər ibn Xattab radiyallahu anh oturur, ağlayır. Deyir, vallahi mən səni bugündən sonra keçə bilməyəcəm. Çünki krallar, xəlifələr yüzlərlə özlərinə xidmətçilər tuturlar. Birini ayaqlarını yüdüzdürürlər, birini əllərini, birini oraya buyururlar, birini buraya buyururlar. Bu adam xəlifədir, ən yəhsiz insanın gedir, evini süpürür, silir, yeməyini yedizdirir, öyünün zibillərini götürür, gizlin çıxıb gedir. Allahu Akbar. Ömər ibn Xattab radiyallahu anh oturur, ağlayır. Deyir, vallahi, ey yaşlı insan, sənin yanına gələn o xidmətləri sənə eləyən ümmətin xəlifəsidir. Abu Bakr radiyallahu anh. O qadın da ağlayır. Şoka düşür. Abu Bakr radiyallahu anh bunu kimə desə onun əmri ilə gedib onu eləyərlərdi. Amma bu fəziləti Allah rızası üçün gedir, özü eləyir. Və daha təsirlisi nədir? Daha təsirlisi nədir, qardaşlar? Abu Bakr radiyallahu anh vəfat eləyir. Vəfat eləyəndən sonra Ömər ibn Xattab radiyallahu anh o qadına xidmət eləməyi öz öhdəsinə götürür. Bunu yaymır Mədinədə. Vəfat eləyəndən sonra ilk gündən etibarən zaten o qadının yanına gedib gələn yoxdur. Ömər ibn Xattab radiyallahu anh gedir, evini təmizləyir, suyunu verir və yemək, xurma təqdim eləyir. Xurmanı yeyəndə, buna diqqət eləyin. Buna diqqət eləyin. Xurmanı yeyəndə, birinci xurmanı ağzına qoyanda qadın Ömər radiyallahu anhuya deyir ki, Abu Bakr öldü mü deyir. Ömər ibn Xattab şoka düşür. Deyir, sənə kim dedi onu? Çünki içəridə səsini də çıxartmamağa çalışırdı ki, hətta bilməsin kimdir xidmət eləyən. Deyir, dostun öldü mü? Abu Bakr radiyallahu anh öldü mü? Deyir, bəli, amma sən hardan bilirsən? Deyir, çünki o mənə xurmanı verəndə çipdəyini çıxardıb verirdi. Bugün çipdəyini verdiyin üçün o adam olmadığını bildim.
Əməllərə baxın. Sahabələr baxın qardaşlar, bax nədə yarışırlardı. Ona görə Allah Teala onları ucaltdı. Allah Teala onları sabit saxladı. Kişi kimi yaşadılar, kişi kimi öldülər. 1400 ildə onların adlarını və etdiyi əməlləri biz tanıyırıq. Bugün bəzi müsəlmanlar ancaq onun aybını axtar, bunun aybını axtar, ona gül, bunu ələ sal, bunu istihza elə, onu küçümsə, ona iftira at. Bununla məşğuldular maalesef. Ən xeyirli yol onların yoludur qardaşlar. Ən xeyirli yol sahabələrin yoludur. Rasulullah s.ə.v yoludur. Sahabələrin, tabinlərin yoludur. Allah Teala bizi xeyr əməllərdə yarışanlardan eyləsin. Xeyr əməllərdə yarışmaqda Allah Teala bizi muvaffaq eyləsin. Və Allah üçün bir yerə gəlib, Allah üçün ayrılanlardan eləsin. Və qardaşlığımızı, dostluğumuzu maddiyyətə, mənfəətə görə deyil, sırf onun rızası üçün eləsin. Allah hamımızı dində sabit eləsin. Və sallallahu və səlləm və bərik alə nəbiyyə Muhammed.